Salam əziz müdavimlər və abituriyentlər, bu dəfə biz sizinlə Hikmətin Fəziləti hekayəsini təhlil edəcəyik. Baxaq. Deyir ki, qədim bir kitabda verilmiş xəbər, İranda bir həkim varmış mötəbər. Deməli, burada hadisələr harda olacaqdı? Bir dənə ona aydınlıq gətirək. İlk olaraq İranda, yadınızda qalsın. Özdə qədim bir kitabda verilmiş xəbər deyəndə bir də oxudum tarixlərdə ifadəsini biz bir əsərdə də görmüş oluruq. Orada tarixlərdə oxumuşdu. Yəni tarix kitablarında demək istəyir. Burada da qədim bir kitabda həmin o oxudum tarixlərdə ifadəsi səsli qızda keçir. Yadınızda qalsın. İranda bir həkim varmış mötəbər. Deyir ki, qədim bir kitabda oxudum ki, İranda bir mötəbər həkim var idi. Ümidi yox ikən onun sabaha belə bir sifariş göndərdi şaha. Onun büyündən sabaha ümidi yox idi. Ümidi olmayan bir obraz da vardı. Kim idi? İskəndər idi. Yadınızda qalsın. Güzgüyə baxır, özü də görür ki, artıq əldən gedibdi. Belə bir sifariş göndərir ki, kimə? Şaha. Görünür bunun şaha etimadı var imiş da. Çünki şaha da müdrik hesab eləyirmiş. Yəni hər şaha deməz axı bu ifadəni. Yəni ümumiyyətlə biz görmüşük ki, əsərlərdəki şahlar qəddardır, əzazildir, başa düşən deyil. Amma görünür, baxın burada özdə başlanğıcdan deyir, amma 3 dənə deməli 3 dənə müdrik obraz görmüş oluruq. 3 müdrik obraz var. Bu müdrik obrazlar kimlərdir? Birincisi bu həkimdir. Birincisi həkim. Qoyun elə yazım onları. Siz xəttimə fikir verməyin. Əsas təhlillərə diqqət yetirin. İkincisi şahdır. Qoca da yaza bilərdi. Yansız elə ümumi şəkildə deyirəm də həkimdir, şahdır, qocadır bu müdrik obrazlar. Niyə şaha göndərir? Çünki onu həqiqətən də müdrik hesab eləyirdi ki, ona göndərir. Onun sabaha ümidi yox idi və şaha belə bir sifariş göndərir. Baxaq görək o sifarişin məzmunu nədir? Deyir ki, onun üzüyünü böyük hökmdar ən müdrik adama versin yadigar. Deyir, mənim üzüyümü müdrik bir adama yadigar verginən. Və şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanlərdən. Şah onun vəsiyyətini icra edir. Bəli. Lakin ehtiyat eləyir. Niyə ehtiyat eləyir? Gəlin ona da baxaq. Çünki hər dövlətli kasıb hər gəda özünü ən müdrik bilir dünyada. Divanə dəli deməkdir. Əslində burada da şah kimlərdən, divanələrdən, yəni dövlətli də, kasıb da, gəda da, gəda yadınızda qalsın. Gəda ifadəsi bəs hansı əsərlərdə keçmişdi? Bir dənə ona baxaq. Koroğluda keçmişdi. Düratın itməyi qolunda Qaraxan Koroğluya gəda demişdi. Bir bu, bir də Müsibət-i Fəxrəddində gəda ifadəsini keçmiş olur. Bir də burada görürük. Deyir ki, hər dövlətli kasıb hər gəda özünü ən müdriklidir. Dünyada varı da, kasıb da, gəda da özünü müdrik bilir. Ona görə də şah ehtiyat eləyir. Yəni deyir, mən kimə desəm ki, müdrik kimdir? Deyir, hamı qaçıb qabama deyəcək ki, mənəm müdrik. Ona görə deyir, elə ilk adama gərək mən üzüyü verəm. Amma şah neynir? Bunun üçün şahın özünün bir tədbiri var. Nəhayət, yəni şah çox götür qoy eləyir və belə bir qərara gəlir, hamını çağırır yanına. Onları mətləbdən, məsələdən neynir? Agah eləyir. Yəni xəbərdar eləyir və dedi 3 suala istərəm. Cavab burada 3 dənə sual verir. Kim daha düz desə olsun intixab. İntixab nə deməkdir? Seçmək deməkdir. Yəni mənim bu 3 dənə sualıma kim cavab versə mən onu seçəcəm deyir. Bir dənə buraları təmizləyək. Deyir, mənim bu 3 dənə sualıma kim cavab versə mən neyniyəcəm? Onu seçəcəyim. Baxaq görək bu şahın sualları nələrdir? Əvvəl nə deyir? Birincisi, baxın burada sizi çaşdıracağınız, yadınızdan çıxacaq olan bir məqam var. Mən indi onu sizə aydınlıq gətirəcəm. Çaşmayın. 3 dənə sual var. O sualları belə ardıcıllıqla yaza bilərsiniz. Bir dənə bura xəyal sözünü yazıram. Xəyal. Başlanğıcdan deyirəm ki, oxuduqda sizə aydın olsun. Şahın 3 dənə istəyi var. Birincisi nədir? O istək bununla bağlıdır. Ən xeyirli deyəcək. Xeyirli. Yadınızda qaldı, samitləri götürün. Deyəcək ki, ən xeyirli nədir? İkincisi deyəcək ki, ən yaxşı nədir? Üçüncüsü isə deyəcək ən lazımlı. Sığışmır bura, yadınızda qalsın amma. Xəyal sözündəki samitləri götürürsünüz və şahın suallarının başlanğıcı bunlarla başlayır. Ən xeyirli nədir deyəcək, ən yaxşı nədir deyəcək, ən lazımlı nədir? Və şahın bu suallarına görə nə cür cavablar verəcəklər. Əvvəl ən xeyirli nədir? Müxtəsər. Tamahkar olanlar dedilər ki, zər. Tamahkarlar nə deyir? Deyirlər ki, zərdir. Vergi toplayanlar deyir ki, xəracdır. Tacirlər nə deyir? Alver rəvatsa. Şah dedi, uzaqdır bunlar mətləbdən. Orada bir qoca durmuşdu həmən. Baxın, yadınızda qalsın. Birinci suala vergi toplayanlar deyir ki,
Tamahkarlar zərdir, vergi toplayanlar xərasdir, tacirlər əlbir rəvatdir. Lakin onların hamısını şah deyir ki, mətləbdən, yəni məsələmdən kənardır. Qoca durmuşdu orada. Qoca nə deyir? Deyir ki, hər şeydən xeyirli nədir? Hünərdir. Birinci sualımızın cavabını qoca dedi ki, hünərdir və bunu nə cür açıqlayır? Deyir ki, hünərsiz heç bir şey olmaz müyəssər. Bax, belə qruplaşdıracaq. Qocanın özünün dediyi sözlərə bir təsdiqi də var. Ha, bax, unutmayın onu. Hünər deyəndə ona açıqlıq gətirir ki, hünərsiz heç bir şeyə çatmaq olmaz. Aha, şah qəbul elədi. Bu sual qəbul eləyir cavabını. Soruşdu, yenə dünyada hər şeydən yaxşı deyin nə? İkinci sualımız gəldi mi? Bir dənə təmizləyək. Baxaq. İkinci sualımız gəldi. Dünyada hər şeydən xeyirli hünəri dedik. Baxa, ikinci sualımız nədir? Yaxşı. Aha, dünyada hər şeydən yaxşı nədir? Müxtəlif səslər ucaldı saraydan. Şahın razılığı, şadlıq firavan. Yenə də o qoca dedi bu sözü. Hər şeydən yaxşıdır, yaxşılıq özü. Yenə qoca fikrini təsdiqləyir. Niyə? Deyir ki, səndə yaxşı sifət olsa dost düşmən hamısı yaxşı deyəcək. Bax, qocanın verdiyi cavabların hamısının təsdiqi var. Birincidə demişdik, hünərsiz heç bir şeyə çatmaq olmaz deyir. İkincidə yaxşılığın da deyir, sən əgər yaxşı olsan, deyir dost düşmən sənə afərin deyəcək. Üçüncüdə isə yenə də həqiqət demişdi. Çünki dünya həqiqətlə müdam dolanmalıdır. Yəni müdam, şad, xoşbəxt. Dünya sadəcə həqiqətlə xoşbəxt ola bilər ifadəsi var. Baxın, aydınlıq gətirdik. Qoca öz dediyi fikirlərə təsdiqini verir. Nəyə görə deyir bunlar lazımdır, onları deyir. Aha, ikinciyə də indi baxın, birinciyə cavab verənlər topadır, tamahkarlardır, vergi toplayanlardır, tacirlərdir. İkinciyə isə hamı topaca saraydan müxtəlif fikirlər ucalır. Aha, baxın topa. Birincidə ayrı-ayrılıqda demişlər, amma ikincidə topadır. Aha, qoca deyir yaxşılıqdır. Niyə? Çünki dost düşmən sənə afərin deyəcək. Hətta şah dedi ən lazımlı nədir insana? Görünür onun fikrini qəbul edir qocanın və üçüncüyə də sualı budur. Ən lazımlı nədir insana? Yenə də çox fikir. Baxın, çox fikir meydana çıxır. Qoca nə deyir? Aha, indi gəlin sizə burada bir şey ifadə eləyim mən. Diqqətdən yayındırmayın onu. Bax, bu qocaya şah nə birinci, nə də ikinci sualda diqqət yetirməmişdi. Artıq üçüncü sualda onun diqqətini cəlb eləməyə başlayır və üçüncü sualda şah ona diqqət eləməyə başlayır. Baxın, görək nədir? Şah isə qocaya edirdi diqqətini ikinci sualda. Üçüncü sualın cavabını gözləyən də çaşmayın. Dedi, ən lazımlı şeydir həqiqət. Qoca deyir ki, həqiqətdir. Aha, fikrini təsdiqləyir. Bayaq demişdim, həqiqət olmasa olmaz intizam. Dünya həqiqətlə dolanır. Dünya sadəcə həqiqətlə xoşbəxt və şad, firavan dolana bilir. Şah qalxıb eləyir təzim. Testlərdə verir, səhv etmirəmsə güvən testləri. Deyir ki, şah qocaya təzimi, bəli, qarşısında əyilməsi var. Çünki o əslində qocanın yox, onun ilminin, biliyinin, müdrikliyinin qarşısında təzim eləyirdi. Üzüyü hörmətlə ona verir. Əmr eləyir ki, saraydan getməsin bir an ki, alsın hər işdə məsləhət ondan və deyir ki, saraydan getməməsəndən hər işdə məsləhət alın. Bəs yaxşı, saray həyatını qəbul etməyib gedən obraz kim idi? Yadınızda qalsın. Xan sarayında. Yox, üzr istəyirəm. Xan sarayında yox. Bir dəqiqə təmizləyim buranı. Aha, baxın burada deməli nə var? Çahargah əfsanəsində biz görürük nəyi? Alim saray həyatını qəbul etməmişdim və saraydan çıxıb getmişdi. Amma buradakı qoca nə edir? Saray həyatını qəbul edir və deyir ki, bundan sonra baxaq görək. Aha, nəhayət oldu o şahın vəziri, ölkəni düzəltdi onun tədbiri. Burada müəllifin arzusunu da görmüş oluruq biz. Nə deyirdi? Nə yaxşı olardı hər ölkədə. Ah, olaydı belə bir vəzirlə şah. Kəş deyir, hər bir ölkədə belə bir vəzirlə şah olmuş. Onlarda müəllifin arzusuna yer verilibmi? Bəli, verilibdir. Burada müəllifin özünə xitab varmı? Bəli, var. Ey qüdsü deyir, bəli, var. Hikmətdən varsa xəbərin, yaxşı adamlarda olsun nəzərin. Özünə müəllif xitab edir və deyir ki, sənin hikmətdən xəbərin varsa, yaxşı adamlarda nəzərin olsun. Yəni, yaxşı adamlara diqqət yetir ki, ilə. Beləcə, düşünürəm ki, Hikmətin Fəziləti məzmun hekayəsində bütün xırdalıqları təhlil etmiş olduq.